Cinayət 1948-ci il Cenevra Konvensiyasının 48-ci maddəsində nəzərdə tutulmuş genosid aktının məramına uyğundur. Sadəcə olaraq biz bunu dünya ictimaiyyəti qarşısında layiqli bir şəkildə qaldıra biləriksə və Xocalıya ədalət kampaniyası öz nəticəsini verəcəkdir və düşünürəm ki, bugünkü toplantı da həmin o fəaliyyətin tərkib hissəsidir. Təşəkkür edirəm. Bir daha bizim gələcəkdəki fəaliyyətlərimiz düşünülmüş bir şəkildə və xüsusən də bugün təşkilatçısı olan gənclərimizin iştirakı ilə davam edərsə, mənlə gəlir ki, nəticələrimiz uğurlu olacaqdır. Təşəkkür edirəm. Sağ olun. Hey, hey, hey,